Salam, hər vaxtınız xeyir olsun, bizim bucaqdasınız. Biz bugün rəsmi iş yerini, biznesini, hətta mülklərini gizlədib öz doğma övladına aliment verməkdən yayınanlardan danışacağıq. Qonağımız hüquqşünas Fərhad Mehdiyevdir. Xoş gördük Fərhad bəy. Xoş gördük. Fərhad bəy, boşanma zamanı əmlak bölgüsündə ən çox edilən hilələr və qarşı tərəfi aldatmaq üsulları hansılardır? Əmlak bölgüsündə təbii ki, hamısını saymaq çox çətindir. Amma bir neçəsini mən sizə deyim, hətta mənim praktikamda olub bu. Oğlan nigaha daxil olur və onun nigaha daxil olmaqdan əvvəl aldığı bir ev var. Və yoldaşını istəyir, arada yoldaşı küsür çıxır gedir anası gilə və geri qayıtmağın şərti olaraq və deyir ki, sən məni, oğlana deyir, sən məni istəmirsən, məni sevmirsən, eləmirsən, əgər məni sevirsənsə, yaşadığımız evi mənim adıma bağışla, belə. Oğlan həmin evi qıza bağışlayır. Qız da bir müddət sonra verir boşanmaya. Biz bilirik ki, bağışlanma birgə mülkiyyət sayılmır. Ümumiyyətlə, bölgəyə belə getmir. Amma biz bu məsələni mübahisələndirdik, məhkəmədə mübahisələndirdik. Bağışlanma müqaviləsinin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırdıq. O ləğvi də nail olduq. Dolayısıyla əslində belə baxanda, yəni o hilə tətbiq etmək istəyən şəxs buna nail ola bilmədi. Yəni mən belə başa düşürəm ki, həmin xanım qərar verib ki, mən boşanacağam, amma boşanma ilə də əli boş çıxmaq istəməyib, bir şəkildə müəyyən əmlak almaq istəyib, belə bir hiləyə əl atıb. İkinci bir hiləyə ondan ibarətdir ki, mən buna hiləyə də deyim, yoxsa deməyim, əmlak bölgüsü olacağına görə əmlakı alan insan öz adını almır, başqasının adını alır. Məsələn, biz bura çox yayğın şəkildə hansı almalar, məsələn, öz anasının, öz atasının adına, qardaşının, bacısının adına əmlak almalarını biz görə bilirik ki, o da başqa bir hiləyədir. Təbii ki, belə olan halda boşanma olduqda həmin əmlak üzərində birgə mülkiyyət payını tanıtmaq çox çətin olur. Çox çətin olur, hər halda mümkünsüz olur. Amma bəzi hallarda deyək ki, ev alınır, ev alınanda qarşı tərəf həmin evin təmirinə müəyyən qədər pul xərcləyir. Əgər pul xərclədiyini sübut edə bilsə, həmin təmir xərcini əslində qarşı tərəfdən istəyə bilər. Onu nəzərə almaq lazımdır. Yəni, mən gətirmişəm, mənim hesabıma bu ev təmir olunub, bu şəkildə istəmək olar. Hərçənd isə onu da deyim ki, normalda ailə daxilində qazanılan hər bir pul birgə mülkiyyət sayılır. Yəni, əslində təmirə xərclənən pullar da, məsələn, deyək ki, 50 min təmirə pul xərclənib, o 50 min özü də bölünməlidir qanunvericiliyə görə. Nikahdan sonra? Nikahdan sonra, bəli, olmaq şərti ilə. Burada, baxın, əvvəllər bunu edirdilər, indi məhkəmələr bunu qarşısına alıb. Məsələn, tərəf deyə bilir ki, mənim də falan qədər borcum var. Madəm əmlak bölünürsə, onda borc da bölünməlidir, gəlin bu borcu da bölək. Məhkəmələrin ortaya qoyduğu indiki praktika bundan ibarətdir ki, namaylı bir kredit müqaviləsi həmin şəxsin öz ehtiyacları üçün alınmış kredit müqaviləsi sayılır, naməlum. Yəni, bu ailə ehtiyacları üçün ailənin birgə əmlakına xərclənən, yönələn bir kredit olmalıdır. Yəni, ailənin ehtiyacları üçün də ola bilər. Məsələn, bir ailə üzvünün müalicəsi ola bilər, uşağın xaricdə oxunması ola bilər. Yəni, bu məqsədlərlə kredit götürülübsə, birgə mülkiyyətə daxil olan avtomobilin alınması, evin alınmasına xərc olan kreditlər tərəflərin birgə mülkiyyəti kimi götürülür. Onu da qeyd etmək lazımdır. Bir başqa mexanizm var təbii ki, məsələn, şəxs evi öz adına almır, anasının adına alır deyək, ana da sonra həmin evi o adama hədiyyə edir. Hədiyyə kimi gəldiyinə görə həmin adama, bu da elə bir ki, birgə mülkiyyətə daxil olmur, birgə mülkiyyətə daxil olur. Bunların sübut etmə mexanizmləri əslində var. Sübut etmə mexanizmlərdən ibarətdir. Əgər müəyyən bir pul qazanılıbsa, deyək ki, hesabda 200 min pul görsənir və bu pul deyək ki, bir hesabdan çıxır, və görürsünüz ki, həmin tarixdə bir gün, 2 gün sonra tutaq ki, alqı-satqı müqaviləsi həyata keçirilir. Yəni, güman eləmək olar ki, bu pul bura xərclənir. Yəni, hesabdakı pul da birgə mülkiyyət sayılır. Yəni, onu qeyd edim ki, tərəflərin öz adlarına olan bank hesablarında olan pullar yəni birgə mülkiyyət hesab olunur. Onun bircə istisnası var. Tərəflər faktiki nikah münasibətlərinə xitam veriblərsə. Bunun üçün ayrı-ayrı yaşamaları tələb olunur. Onu da sizə qeyd edeyim. Yəni, bəzən ər-arvad küsülü ola bilər, hətta evin fərqli otaqlarında yatmış ola bilərlər, amma bunlar bir evdə yaşadıkları müddətcə faktiki nikah münasibətlərinə xitam vermiş olmurlar. Niyə? Çünki faktiki nikah münasibətlərinin bir hissəsi də birgə məişətin idarə olunmasıdır. Yəni, hesab olunur ki, bir evdə yaşayan insanlar birgə məişəti idarə edirlər. Rəsmi iş yerini gizlədib, övladına aliment verməkdən yayınanlar çoxdur. Buna qarşı hansı hüquqi, qanuni mexanizmlər var? Ölkəmizdə müxtəlif peşə sahibləri qeyri-rəsmi işləyir. Məsələn, hamının istifadə etdiyi ustalar. Onların heç birisinin vöyün nömrəsi belə çoxunun əksərinin yoxdur. Yəni, əksərinin yoxdur.
Bəziləri şirkətlərlə bir yerdə işləyir. Şirkətlərlə bir yerdə işləyənlərin mülki xidmət müqaviləsi olur, mülki müqaviləsi olur. Onlarda vöyin olur. Amma belə özü müştəri tapıb, özü gedib işləyirsə, onlarda vöyin belə olmur. Vöyin olmadığına görə onlara daxil olan pulları rəsmi olaraq izləmək mümkün deyil. İzləmək mümkün olmadığı görə onlar aylıq 2000, 3000, 4000 qazanc əldə etsələr belə qanunvericiliyə görə uyğun olaraq onlardan alimentin alınması imkansız olur. Yəni bu insanlar bugün Ailə Məcəlləsinin 78-ci maddəsinə görə sabit məbləğdə aliment ödəyirlər. O da ayda 260 manat təşkil edir. Bəli, bu məbləği ödəyirlər, amma məsələn deyək ki, bir uşağı var, ayda 2000 manat qazancı var. Onun ödəyəcəyi aliment əslində 500 manat olmalıdır. Ondan bu alimenti almaq mümkün olmur. Bugün üçün bunun hər yolu yoxdur. Onu sizə qeyd edeyim. Çünki bu qeyri-rəsmi bir gəlirdir. Bu şəkildə qeyri-rəsmi gəlirlər həmişə olub və olacaq. Deyim sizə, xarici ölkələrdə belə var. Yəni məsələn ustalıq işini misal kimi götürsək və yaxud məsələn biz texniki avtomobil servislərində, avtoservislərində orada da yenə avtomobilə baxan ustalar görürük. Onlar da müəyyən bir maaşla işləyirlər, amma çoxunun aldığı pul belə yəni qeydiyyatçısız alınan pullardır onlar. Onlar da rəsmi gəlirə aid oluna bilmədiyinə görə icra məmuru onu hesablaya bilmir. Onu görə bilmir, hesablaya bilmir və həmin insanlar adətən qeyd etdiyim kimi sabit məbləğdə aliment ödəyirlər. Ailə Məcəlləsinin 76-cı maddəsinə görə. Bəs əsas gətirsə ki, heç bir yerdə işləmir, heç bir gəliri yoxdur, əsaslandırmaq da mümkün deyil. O halda necə olur? Yəni hansısa formada məhkəmə aliment tələb edir? Həmin insanların aliment ödənilməsi təbii ki, tələb olunur. Onu sizə qeyd edim ki, heç aliment ödəməyən şəxslərlə bağlı məcburi icra tədbirlər həyata keçirilir. Orada da inzibati tədbirlər var və bu, yəni məsələn, inzibati həbsə qədər olur. Yəni inzibati həbs belə verilə bilir. Ölkədən çıxış qadağası olub, buna aid olur, inzibati həbs ola bilir və adətən məsələn inzibati həbs tətbiq olunanda o adamlar gedib nəsə ödəyirlər. Amma inzibati həbsi sonsuz vermək mümkün deyil. Faktiki o adam ödəməyə də bilər. Amma ödəmədiyi halda onun haqqında bəlkə də cinayət işi qaldıra bilərlər. Məsələ budur ki, məhkəmə qərarlarının, qərardatlarının, əmrlərinin icra etməməsinə görə məsuliyyətin yaranması üçün onun qərəzli formada həyata keçirilməlidir. Yəni şəxsin deyək aliment ödəmə imkanı olmalıdır, olduğu halda bunu etməmiş olmalıdır. Bu sübuta yetirilməlidir. Odur ki, məsələn, bir şəxs ayda 260 manat ödəməli olduğu halda heç bir yerdə işləmirsə və aylıq 100 manat aliment ödəyirsə, icra məmuru ona qarşı heç bir məcburi icra tədbiri həyata keçirə bilməyəcək. Onun borcları yığılsa belə. Çünki həmin insana heç kəs sübut edə bilməyəcək ki, sən bundan çox qazanırsan. Niyə görə sadəcə 100 manat ödəyirsən? Amma onun nəsə ödəməsi onu göstərəcək ki, bu əslində məhkəmə qətnaməsinin icrasına yayınmır. Amma rəsmi iş yeri olmadığına görə ələ keçdiyi pul, yəni kimlərsə alıb necə qazanıb heç onu da bilmirik tutaq ki, ancaq o olduğuna görə ödədiyi məbləğ oldu. Onu da sizə qeyd edeyim ki, Azərbaycanda hal-hazırda icra olmayan əsas məhkəmə qətnamələri məhz alimentlə bağlıdır. Yəni aliment olunmur. Niyə? Çünki əsasən bu rəsmi iş yeri olmayan insanlardır. Və bu sadəcə təbii ki, alimentlə bağlı deyil. Məsələn, mənim özümə bir nəfər avtomobil qəzasından sonra məhkəmə qətnaməsi ilə 9500 manat pul ödəməlidir. İndiyə kimi heç pulu ödəməyib. Düz desəm, mən o işin arxasınca çox düşməmişdim, amma indi başlamışam. Gedib icra məmuruna ərizə yazmışam ki, məcburi icra tədbirlərini tətbiq etməyinizi xahiş edirəm. Üzərindən 3 il keçdiyi halda heç ödəməyib. Bu adam rəsmi iş yeri də yoxdur, rəsmi iş yeri yoxdur. Rəsmi iş yeri olsaydı zaten maaşından tutulacaqdı. Amma mən bilirəm ki, o insan əslində günlük taksidə işləyir. Həmin adam taksidə işləklə bağlı məlumatım var. İndi ona vaxt ayırıb, təbii ki, onu da icrası ilə bağlı müəyyən addımlar atmağı düşünürəm. Şəxs əgər heç bir yerdə işləmirsə, yəni rəsmi gəliri yoxdursa, bu zaman aliment üçün onun ailə üzvlərinin maaşından və yaxud gəlirindən nəsə tutulma kimi bir vəziyyət var? Əslində qanunvericilik baba və nənədən də alimentin tutulması ilə bağlı müddəalar ehtiva edir. Amma bunun üçün digər şərtlər də tələb olunur. O da babanın, nənənin gəliri ilə bağlı şərtlər var. Onların daha əvvəl müəyyən şəxsi ailə münasibətləri ilə bağlı şərtlər var. O var. Amma bunun tətbiqi, işlədilməsi biraz daha çətindir. Aliment məsələsindən danışanda adətən elə düşünülür ki, burada sadəcə bəylər nəzərdə tutulur. Çünki əksər hallarda uşaq ana ilə qalır. Bəs uşaq ata ilə yaşayırsa, o zaman
ana aliment ödəməlidir. Qadın olduğuna, xanım olduğuna görə hər hansı bir güzəşt tətbiq olunur, yoxsa tamamilə eynidir? Qanunvericilikdə heç bir güzəşt yoxdur. Hətta mən sizə deyim ki, mənim apardığım elə bir iş də var idi. Orada uşaq qalmışdı atanın yanında və onlar əvvəlcə mediasiya oldu həmin işdə. Şəxsən mənim özü qənaətim buydu ki, xanımdan aliment alınmasın. Niyə? Çünki bu xanım həm də işləmir. Ümumiyyətlə mən bir tərəf işləyirsə, o bir tərəf işləmirsə, işləyən tərəfin işləməyən tərəfindən aliment istəməsini biraz sosial ədalətə biraz uyğun görmürəm. Onu sizə qeyd etmək istəyirəm. Məsələn, bilirsiniz də indi hal-hazırda aliment fondunun yaradılması ilə bağlı müəyyən müzakirələr var. Aliment fondunun yaradılması. Yəni əgər kiminsə aliment ödəmə imkanı yoxdursa, onun yerinə alimenti dövlət ödəsin. Bu praktikanı biz bir çox Avropa dövlətlərində görə bilirik. Amma bu bizdə nəyə gətirib çıxardacaq? İnsanlar suni yerə boşanacaqlar. Halbuki bunlar ailə münasibətləri davam edir. Boşanacaqlar sırf aliment ala bilmək üçün. Bizdə hal-hazırda əslən bu praktika müəyyən qədər rayonlarda var. Yəni orada ailə birliyi davam etdiyi halda boşanırlar, sonra ər güya ki alimenti ödəmir deyə xanım sosial müavinət almağa çalışır, ünvanlı sosial yardım almağa çalışır. Təbii bunun əlavə şərtləri də daha var. Yəni o özü bir yerdə işləməməlidir, onun adına əmlaki olmamalı, avtomobil olmalı, belə şərtlər var. Amma bu praktika tətbiq olunur, sizə qeyd edeyim. İndi belə bir imkan olsa, bu yayılacaq, bu daha da çox yayılacaq. Odur ki, bəlkə də buna görə, məsələn, aliment fondunun yaradılması ilə bağlı müəyyən çəkinmələr var. Amma bir daha qeyd edirəm, burada məncə qadın-kişi balansına, cinsiyyət fərqinə deyil, əsasən işləyib işləməyənə baxmaq lazımdır. İşləyib işləməyənə. Yəni, mən həmişə ənənəvi mövqeyim bu olub ki, əgər bir tərəf işləyirsə və onun məvacibi də, yəni, belə yüksək olmasa belə, yəni, məsələn, Azərbaycan şəhərində 1000 manatdan yuxarıdırsa, 1000 manat yox, bəlkə 1500 olar, 1500 manatdan yuxarıdırsa və digər tərəfin ümumiyyətlə iş yeri yoxdursa, fikirləşirəm, belə hallarda, yəni sırf o hallarla bağlı məhkəmə işsiz adamın aliment ödəməsi ilə bağlı qətnamə qəbul etməməlidir. Mənim şəxsi qənaətim budur. Təbii ki, bu da uşaq sayı da önəmlidir. Ola bilsin, xanım işləyir, məsələn, 1500 manat maaş alır, amma onun 3 uşağa baxır. Təbii ki, 1500 manat 3 uşağa baxmaq mümkün olmayacaq. Burada bəlkə diqqətə başqa halları da nəzərə almaq lazımdır. Məsələn, deyək ki, həmin işləyən adamın kredit öhdəliklərinin olub-olmaması, bu kredit öhdəliyi hansı məqsədlə götürdüyü. Məsələn, deyək ki, ailənin yaşaması üçün ev alıb, bu nəzərə alınmalıdır. Amma tutaq ki, özü üçün başqa bir əşya alırsa, o bəlkə nəzərə alınmaya bilər. Biz belə detalları qanunvericilikdə yazmaq çox çətindir, Sevinç xanım. Bəlkə məhkəmələrə bununla bağlı geniş mülahizə buraxılsa, mülahizə səlahiyyəti buraxılsa ki, məhkəmələr özü qərar versin ki, belə halda alimentin tətbiq edilməsi, yəni məqsədə uyğundur, uyğun deyil. Bəlkə bu daha yaxşı olardı. Həm də dediyim kimi, sosial ədalətin bərpasına uyğun olardı. Mən bunu niyə qeyd edirəm, bilirsinizmi? İnsan var, tam sağlamdır. Məsələn, qeyd etdiyim ustaları. Amma rəsmi olaraq bir gəlir yoxdur, yəni bu adam rəsmi olaraq işsizdir. İnsanlar var, ikinci qrup əlildir. Heç bir yerdə işləmir. Onun alimenti alınır. Bu biraz məncə düşünürəm ki, sosial ədalətə uyğun gəlir. Düzdür, 50-yə görə müəyyən qədər pensiya alır. Dövlət onun pensiyanı verir, amma eyni zamanda ondan bir də aliment alır. İndi fikirləşin ki, bu insan tutaq ki, aldığı bir sosial müavinət var 50-yə görə, 50 pensiya alır, 3 uşağa görə aliment ödəyir. Bu bir daha qeyd edirəm, yəni sosial ədalət tələblərinə müəyyən qədər uyğun görülməyə bilər. Bütün bunları qərarlaşdıranda fikirləşirəm ki, standart yanaşmalardan deyil, qanunvericilik məhkəmələrə, hakimlərə daha geniş bir diskresyon səlahiyyət verməlidir, qiymətləndirmə azadlığı verməlidir və hakim də baxmalıdır ki, bu vəziyyətdə tutaq ki, aliment təyin olunsunmu, olunmasınmı, hansı məbləğdə təyin olunsun, bəlkə daha yaxşı nəticələr verərdi. Çox təşəkkür edirəm Fərhad bəy. Siz sağ olun. Sağ olun.